Biz Məhərrəmin birinci günün həmişə Həzrəti xanım Zəhra ilə açılış eləyərik, onun qapısına təvəssül eləyərik. Xanım Fatimə Zəhra barəsində gör Peyğəmbər salavatla nə deyir? Dedi, ya Səlman, kim qızım Fatiməni sevsə, cənnətdə mənlə birgə olacaq. Və mən əbğəzəha fəhuvə finnar. Hər kəs ona kin-küdurət saxlasa, o cəhənnəm əhlidir. Dedi, ya Səlman, xanım Fatimənin məhəbbəti 100 yerdə fayda verəcək o qəlbində o məhəbbəti daşıyanlara. O 100 yerin ən yüngülləri, ən yüngülünə baxın, ölən vaxtı, qəbir sorğu sualında, əməl tərəzisində əməllərimiz çəkiləndə, məhşər günündə, qiyamət günü hamımız ayağa qalxanda və siratı keçəndə və hesab olunanda, Allah huzurunda, orada fayda verəcək Fatimənin məhəbbəti. Fəmən rəziyyət anhu Fatimə. Hər kəsdən Fatimə razı qalsa, rəziyyətü anhu. Mən də ondan razı qalaram. Ya Fatimə, səni an veririk atan Rəsulullaha və övladın İmam Hüseynə, bizdən razı qal. Çünki biz sənin balavun matəminə gəlmişik. İnanmıram ki, ana onun balasını əziz tutandan razı qalmasın. Buna inanmıram. Amma biz də bu günləri gəlmişik, ya Fatimə, ya Zəhra. Gəlmişik sən Hüseyni və əziz tutmaq. Sən Hüseyni və məhəbbətini göstərmək üçün gələcək bura.